neçə ildir artıq vəkil kimi fəaliyyət göstərirsiniz? 2 ilə yaxındır. 2 ilə yaxın. İlk gününüzü xatırlaya bilərsinizmi? Ümumiyyətlə, ilk işinizdə, ilk prosesə çıxanda? Mən sizə deyim ki, ümumiyyətlə, məhkəmə orqanlarında təcrübəm olduğuna görə mən vəkil kimi ilk günümü xatırlamam. Düşünürəm ki, mən elə məhkəmə işçisi kimi zala daxil oldum və prosesləri mənə davam elədi. Yəni, o sərbəstlik var idi. Vəkillikdən öncə məhkəmə köməkçisi işləmişsiniz? Bakı Ağır Cinayətlər Məhkəməsində böyük məsləhətçi və Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi işləmişəm. Bəs qərar necə oldu ki, siz artıq vəkil olmaq istəyirsiniz? Düşündüm ki, artıq yəni, faktiki olaraq siz cəbhənin bir tərəfindən, o bir tərəfindən. Bəli, düşündüm ki, artıq zamandır ki, müstəqil öz fəaliyyəti davam etdirəsən. Çünki məhkəmə təcrübəsi bir yerə qədər olur. Kifayət edir və düşünürsən ki, sən özün müstəqil işləməlisən. Fərq nədədir? Müstəqillik. Misal üçün, dövlət qulluğu sayılır bizim məhkəmə orqanlarında əmək fəaliyyətimiz və orada bildiyiniz kimi saatla məhdudlaşır bizim işimiz, göstərişlərlə, əmək funksiyasından sərhədlənir, belədir. Amma vəkil kimi artıq təbii ki, mən vəkillərin fəaliyyətini harada gördüm? Məhkəmə zallarında gördüm ki, vəkillər müstəqil gəlirlər, çıxış edirlər. Yəni, işin bir tərəfində olur, ədalət mühakiməsində. Belə deyək, iddiaçı tərəf və cavabdeh tərəf. Hər bir tərəfin də təmsil olunduğu nümayəndə kimi orada vəkil olur. Və onların, belə deyək, hüquqa münasibəti, məhkəməni inandırmağı, sübut təqdim etməyi məndə bu qətiyyət yaratdı ki, mən də artıq müstəqil öz işimi qurmalıyam və müdafiə ilə məşğul olmalıyam. Müdafiə dedikdə, yəni cinayət işləri üzrə təbii ki, müdafiəçi qismində çıxış edirsən, mülki işlərdə bir qədər tərəfin nümayəndəsi və təmsilçisi, vəkili kimi. Şəhzad xanım, vəkilliyə başladıqdan sonra hər hansı bir çətinlik, hansılarla qarşılaşmısınız? Çətinlik, belə deyim, mənəvi çətinlik daha çox olur. Çünki bizim, ümumiyyətlə, mən hər yerdə deyirəm ki, bizim dövlətimizdə qanunlar kifayət qədər, o normativ hüquqi akt bazamız kifayət qədərdir. Sadəcə olaraq qanunların işləmədiyi bir, belə deyim, məkan olur. Məsələn, hansı məkan? Bax, belə deyim, məhkəmə təcrübəsi deyilən bir anlayış var bizim məhkəmələrdə. Mən bugün də o təcrübə deyiləm. Bəzilərindən razıyam, bəzilərindən qismən razıyam, bəzisi ilə ümumiyyətlə razı deyiləm. Adi bir dənə mülki işlərdə, misal üçün, bax, valideyni hüququndan məhrum etmə deyilən bir anlayış var. Ailə məcəlləsindən nəzərdə tutulubdur. Bax, əgər valideyni hüququ deyəndə nəyə nəzərdə tuturuq? Ana və ya ata, hər iki valideyndir. Olur ki, qadını analıq hüququndan məhrum edirlər və ya atanı atalıq hüququndan məhrum edirlər. Bizdə bu təcrübə yoxdur. Məhkəmələr deyir ki, bilavasitə valideyni hüququndan məhrum etmə normal qarşılanmır. Məhkəmələr bunu, yəni valideyni öz hüququndan məhrum etmirlər. Amma mən hesab edirəm ki, bu işləməlidir, bu mexanizm olmalıdır. Çünki hər bir halda bizim qanunvericiliyimiz o qədər, belə deyim də, yumşaq deyil. Valideyni hüququndan şəxs məhrum olsa belə, yəni onun öhdəlikləri, uşağının qarşısında onun öhdəlikləri saxlanılır. Yəni aliment öhdəliyi saxlanılır. Gələcəkdə həmin övlad, həmin atanın mirasçısı ola bilər. Yəni uşağın hüquqları onsuz da qorunur qanundan. Amma belə bir hal var. Mənim şəxsən indi təcrübəmdə belə bir mülki işim var ki, orada xanım nigahdan pozulur, nigahına xitam verilir, ayrılır və bir uşağından qalır tək. Uşağın atası uşağa heç bir maddi köməklik eləmir. Nəinki maddi, hətta mənəvi köməklik belə eləmir. İstəyir uşağın yetişməyində, dəstəyində, yəni fiziki, psixoloji inkişafında heç bir dəstəyi olmur. Və həyat belə gətirir ki, xanım ikinci dəfə ailə qurur. Öz yaxın bir qohumundan ailə münasibətlərinə girir və həmin nigahdan da bunların ikinci övladı dünyaya gəlir. Və xanımın birinci nigahdan olan övladı ata kimi məhz ikinci həyat yoldaşını tanıyır və bəli, ona ata deyə müraciət edir. Bu halda məhkəmə iki instansiyadır, həmin belə deyək də, mülki işi xanım uduzubdur məhkəmədə. Faktiki olaraq iş ali məhkəmənin icraatındadır və mən o prosesdə ümid edirəm ki, qətiyyətlə çıxış edəcəm və məhkəməni inandırmağa çalışacağam ki, həqiqətən də burada uşağın hüquqları pozulmur. Çünki atanın onsuz da bizdə valideyni hüquqların bərpa edilməsi deyilən bir institut var, zaten var. Məhkəmə düşünür ki, biz bu halda iddia tələbini təmin etsək, qadının tələbini təmin etsək və uşağı öz bioloji atasının hüquqlarından məhrum etsək, onda uşağın hüquqları pozulacaq. Mən düşünürəm ki, xeyr, uşağın hüquqları bu halda pozulmur. Hər bir halda uşaq fiziki olaraq ata kimi ikinci atanı görür və ona ata deyir, onun qayğısından istifadə edir və iki proses hesab edin ki, birinci instansiya və apellyasiya instansiyasında ümumiyyətlə cavabdeh olan birinci bioloji ata
məhkəmə zalına belə gəlməyibdi. Yəni uşağımdan, yəni məni ayırmayın, məni atalıq hüququndan məhrum etməyin belə deməyən atanı bizim qanunlar dəstəkləyir. Deyir ki, yəni ata öz hüquqlarından məhrum edilə bilməz. Bu halda edilə bilməz. Yəni bu şəkildə deyirəm ki, bizim yəni məhkəmə təcrübəsi belə halda yəni formalaşmalı deyil. Mülki işlər ümumiyyətlə analogiya bizdə mövcud olduğuna görə və hesab edirəm ki, fərdi yanaşılmalıdır. Hər bir münasibətə, hər bir ailəyə, hər bir işə fərdi münasibət bəslənməlidir. Əfsus ki, bizdə bu hal yoxdur yəni. Tükəzmə xanım, bəs belə deyək də, indi mülki işlərdən bir qədər danışdıq, cinayət işlərindən rastlaşırsınız yəqin. Bəli. Olubmu ki, cinayət işi apardıqda bilmisiniz ki, məsələn, insan tam olaraq günahkardır, özünüzdə bilmisiniz, ancaq onun müdafiəsinə qalxmısınız? Mən belə bir şey deyim, təcrübəmdə bəli, mən ən çox mənim özümün missiyamda, yəni belə deyim, mülki işləri bir o qədər ürəklə yanaşmıram və icraatıma qəbul etmirəm, amma cinayət işlərində daha çox maraqla və səylə işləyirəm. Və mənim birinci işim fərqi yoxdur. Bax, biz cinayət əməli törətmiş, yəni və yaxud da ki, törədilməsində şübhəli və ya təqsirli bilinən şəxsin vəkili kimi işdə çıxış eləmək üçün birinci onların ailə üzvlərinə müqaviləni bağlayırıq. Yəni həmin şəxs olur hüquq mühafizə orqanının mühafizəsi altında, təcridxanada olur və onunla biz bilavasitə danışmırıq. Bilavasitə ailə ilə ünsiyyətdə oluruq. Onlar bizə deyir ki, misal üçün, oğlum və ya qızım filan əməllə təqsirli bilinibdir, şübhəli şəxs qismində və ya təqsirlənən şəxs qismində cəlb olunubdur. Və işin gedişatını onlar bizə izah edirlər. Təbii ki, onların valideyn nə deyir? Deyir ki, mənim övladımın günahı yoxdur. Və biz bununla işə başlayırıq və biz konfidensial danışanda, bəli, yəni belə deyək də, ilkin mərhələni dedim sizə ki, artıq müqaviləni bağlayırıq və müqaviləni vəkil bağlayırsa, qanunda belə bir qayda var. Sən tək başına bir tərəfli olaraq həmin müqavilədən imtina edə bilməzsən. Artıq müqaviləni bağlayırıq biz valideynlərin dediyi sözə görə. İkinci mərhələ artıq gəlir bizim müvəkkillə, yəni təmsil edəcəyimiz, hüquqlarını müdafiə edəcəyimiz şəxsən ünsiyyətdən. Artıq onun münasibətdə mənim birinci sualım olur. Sən özünü təqsirli bilirsən? O da deyir, adətən qismən təqsirli bilirəm və yaxud da ki, təqsirli bilmirəm. Xeyr, elə bir hal olmayıb ki, misal üçün, necə deyim sizə, təsadüfi adam təbii ki, orada olmur. Yəni, hüquq mühafizə orqanı hansı qismən təqsiri müəyyən edilən şəxsi ola bilər. Belə deyim, bizdə qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxslər var ki, misal üçün, orada 2 şəxs əməli törədibdir, 3-cü şəxs artıq orada tam təsadüf nəticəsində hadisə yerində olduğuna görə o da şübhəli şəxs qisminə düşübdür və cəlb olunubdur. Təbii ki, elə hallarımız da olur. Yəni, o mənim üçün vəkil kimi təbii ki, maraqlı deyil. Çünki nəyə görə? Biz vəkil kimi həmin şəxsin hansı hüquqlarını müdafiə edirik? Həm maddi hüquqlarını, həm də prosesual hüquqlarını. Maddi tərəfdən o deyə bilər ki, mən əməli törətmişəm. Misal üçün, nə deyim sizə? Mən oğurluq etmişəm, bəli, faktiki olaraq sübutlar da var və yaxud ki, sübutlar olmasa da şəxsin özünün dediyi mən oğurluq etmişəm. Mən burada artıq ikinci vəzifəm nədən ibarət olur? Mən onun prosesual hüquqlarını artıq müdafiə etməyə başlayıram. Məni maraqlandıran bilirsiniz nə? Mən imtina etməyə səlahiyyətli deyiləm. Bizdən İraq söhbət imtina etmədən getmir. Bizdən İraq, tutalım mən oğurluq etmişəm, etiraf edirəm, tutulmuşam və siz mənim vəkilimsiniz. Psixoloji olaraq daxildə bilərəkdən ki, mən kiminsə çörəyini oğurlamışam, məni müdafiə etmək. Bax, psixoloji olaraq nə qədər çətindir və yaxud da asandır? Düşünürəm ki, mən hər hüquq mühafizə orqanına, polis orqanına, bölməyə, şöbəyə gedəndə mənim ilk sözüm hüquq mühafizə orqanının əməkdaşlarının bu olur. Cəzası nə qədərdirsə, mən o qədər onu müdafiə edirəm və dəstəkləyirəm. Ona görə siz o hissəni mənə buraxın. Mən özüm ondan ünsiyyətimdə izahatını mı verəcək, ifadəsini mi verəcək, ədalətli olacaq. Mən yəni orada məqsəd olmur. Təbii ki, biz insan faktorudur. Əməli törətmək o demək deyil ki, orada qərəzlidir. Hər bir cinayət əməlini törədən şəxsin özünə görə əməli, kriminal əməli törətdiyi zaman özünə görə bir səbəbi var. Bəli. Səbəbi var və mən o prizmadan da çıxış edirəm. Mən yəni ona haqq vermirəm ki, sən haqlı olaraq düz eləmsən, kimisə əmlakını gizli olaraq talamısan və yaxud da ki, soyğunçuluq eləmisən və yaxud da ki, qulluğu. Mən ona haqq vermirəm. Və mən düşünürəm ki, həmin anda mən sadəcə onun hüquqlarını müdafiə eləmirəm, onun ailəsinin də hüquqlarını müdafiə edirəm ki, onu cəmiyyətə qaytara bilək, onun səmimi peşman olmağını hesab edin ki, olub mənim praktikamda ki, məndən əvvəl başqa bir vəkillə işə çıxan şəxs hüquq mühafizə orqanının işlərini çətinə salıbdır, imtina edibdir,
izahatını verməkdən, imzalamaqdan, oxumaqdan ümumiyyətlə dinləməyibdi. Hüquqlarını belə istifadə eləməyibdi həmin mərhələdə. Eyni zamanda birinci instansiya məhkəməsində çıxış edib ki, belə deyək də, məhkəmənin gedişatını kobud surətdə pozubdur, nalayiq ifadələr işləyir. Yəni mən bu şeydən uzağam və tərəfi də inandırmağa çalışıram ki, sən hüquqi müdafiə istəyirsənsə, onu vəkilə burax. Sən sadəcə olaraq vətəndaş kimi, şəxs kimi belə deyim, sənə verilən suallara səmimi olaraq cavab ver. Yəni bizim qanunlarda nəzərdə tutulubdur. Yüngülləşdirici hallardan biri də məhz cinayət törədən şəxsin səmimi etirafıdır, səmimi peşmançılığıdır. Yəni cəza təyin olunanda hər bir halda o nəzərə alınır. Şükür baxın, bəs olubmu ki, baxın, bir işi götürmüsünüz. Hər bir insanın arasında olan şeydir. Hər bir insanın digər bir insana qarşı antipatiyası ola bilər. Məsələn, bir işi götürmüsünüz, tutal məni müdafiə etməlisiniz, ancaq nəsə daxilinizdən deyir ki, gərək götürməzdim bu işi, peşmançılıq çəkirsiniz. Hələ ki olmayıbdır. Hələ ki olmayıbdır, amma sizi əmin edeyim ki, yəni ümumiyyətlə xasiyyətcə mən elə bir adamam ki, onu dərhal yerindəcə, yəni eləyəcəm ki, edəcəm ki, onlar məni imtina eləyəcək. Yəni məndə o hiss yaranmayacaq. Ani olaraq, yəni o təbii ki, bilirsiniz nə? Vəkilin işi yalnız belə deyək, mən maddi cəhətdən məni müqaviləmin pulunu versinlər. Mən maddiyyata görə vəkiləm deyən adam hesab edirəm ki, çox da irəli gedə bilməyəcək. Yəni o missiya bizi məhkəmə icraatında, hakim qarşısında, dövlət ittihamçısı qarşısında bizi danışdıran, bizi necə deyim, vəkil kimi həmin işi ürəklə, səylə aparılmasının yalnız maddi tərəf deyil. O bayaq dediyimiz sual kimi bizim daxili inamımız da ona bizə təkan verir ki, sən doğrudan da həmin şəxsin təqsirsiz olduğunu nə qədər əmin olursansa öz aləmində. Bir o qədər sən özünü müdafiə elədiyin kimi artıq həmin işi müdafiə eləməyə çalışırsan. Təbiidir, mən həmişə deyirəm ki, hüquq mühafizə orqanlarında belə deyək də, polis deyək, prokurorluq orqanları deyək, yəni təhqiqat istintaq orqanları heç kim qərəzli olaraq bir şəxsə qarşı belə deyim, kimisə gedib evindən gətirib mühakimə eləmirlər. Tutmurlar, cinayət təqibini başlamırlar. Bəli, təbii ki, hansı bir səbəb yaranır, faktor olur ki, o pozuntu olur ki, o həmin subyekt kimi orada cəlb olunur. Sadəcə təbii də ola bilər ki, lazım olmayan şəraitdə olubdur, hadisənin şahidi olubdur, o belə deyək də, süni olaraq orada olubdur və biz bunu hüquq mühafizə orqanı nəzərinə çatdırırıq ki, bu şəxs orada təqsiri yoxdur, günahı yoxdur. Siz bu gün həmin şəxsi tutsaz, ittiham etsəz belə məhkəmə bunu ədalətli qərarını qəbul edəcək və o şəxs zaldan azad olunacaq. Bildiyimiz kimi, hüquq mühafizə orqanlarının işləri yalnız öz səlahiyyətləri ilə bitmir. Onlar eyni zamanda prokurorluğa tabedirlər, prokurorluğa məruzə olunur həmişə. Yəni prokurorluq dövlət ittihamla da bitmir. Artıq məhkəmə yekun qərarı qəbul etdiyinə görə instansiya olaraq hər biri bir-birindən asılıdır. Yəni belə deyim də, əvvəlki qaydalar mövcud deyil, tam sırf qanunla, hüquqla mücadiləmizi apara bilirik. Kifayət qədər də hesab edirəm ki, bizim dövlət başçımız xüsusi nəzarət edir bu hüquq mühafizə orqanının işinə, fəaliyyətinə, qanunlarda nə qədər bizdə dəyişiklik var. Yəni onlar hamısı mütəmadi olaraq nəzərdən keçirilən bir prosedurdur bu. Heç olubmu ki, Tükəz xanım, vəkil olmağınıza peşman olmusunuz? Olub, bəzən olub. Məsələn, hansı haldan sonra? Mənəvi belə bir insan taleyimi deyim, hekayə mi deyim, hansından ki siz qarşılaşmışsınız, sizin həyata baxışınızı ümumiyyətlə dəyişib? O kifayət qədər olur elə. Yəni bilirsiniz nə? Hətta o hansı ki baş vermiş cinayət hadisələri var. Hətta belə deyək, kriminal həqiqətən də şəxs, yəni hüquqlarını müdafiə etdiyim şəxs digər şəxsin həyatına son qoyubdur. Hətta onda belə nə qədər təsir edir bax sizə? Bilirsiniz, mən adi bilinən başqa bir nüansı deyim sizə. Hətta mən deyim sizə ki, bir hal-hazırda mənim icraatımda belə bir iş var. Hər bir cinayətdir. Əsgər öz həyatına son qoyubdur. Yəni mən hər o cildlə, hər bir vərəqlə tanış olanda ilk növbədə mən o əsgərin həyatına yanmışam ki, yəni gör hansı bir həddə çatıbdır, nə bilim, nə baş verib ki, bu insan öz həyatına son qoyubdur. Və mən inarsınız, elə bir ki, bir roman oxuyursan, kitab oxuyursan maraqlı, istəyirsən ki, sonuna gələsən, görəsən ki, həqiqətən də nə baş verir. O şəkildə mən işlə tanış olmuşam ilkin işə daxil olanda. Və hesab edirəm ki, yəni o mənəvi yükdür. Yəni mən baxmayaraq ki, şübhəli şəxs qismində, təqsirlənən şəxs qismində təqsirlənən şəxsin vəkiliyəm, müdafiəçisiyəm. Mən yenə də zərər çəkən şəxsin ailəsini özümü qoyuram onların yerinə, həmin şəxsin taleyini elə bil ki, orada mən bir anlıq görürəm ki,
bu vəziyyət hara aparacaq? Və eyni zamanda bax həmin işdə mən həmişə demişəm ki, mənim məqsədim, vəzifəm hüquqlarını müdafiə etdiyim şəxsin azadlığa qovuşması deyil. Eyni zamanda həqiqətən əsl cinayətkar kimdir? Yəni mən düşünürəm ki, mənim müdafiə etdiyim şəxs bəli, təqsirsizdir, günahsızdır. Sadəcə olaraq düşünürəm ki, o belə deyək də, şəxsin, əsgərimizin qanı yerdə qalmamalıdır və mən səy göstərirəm ki, həqiqi cinayətkar ortaya çıxsın. Həqiqi cinayətkarın aşkar olması üçün istintaq orqanı əlindən gələni etsin, Yəni belə bir hallar olur ki, insan mənəvi yığılır, mənəvi boğulur, fikirlərsən ki, bu yükdür, üst-üstə düşür və sən insan taleyi ilə artıq, necə deyərlər, bir qədər peşman olsan ki, bu nə işdir mən görürəm. Yəni bu vəkil kimi sən heç də onun zövqünü... Bəli. Yəni dediyim kimi, bir dəfə zərər çəkən şəxsi müdafiə edirsən, digər dəfə təqsirlənən şəxsi müdafiə edirsən. Yəni bu təzadlar insanı bir qədər təbii ki, boğur. Kəzban xanım, ilk prosesinizdə qalib gələndə hansı hissləri keçirdiniz? Mən istədim ki, mən ilk prosesi qalib gəlməmişəm. Bəli, qalib gəlməmişəm. Hesab edin ki, hətta mən belə bir şey deyim ki sizə. Məhkəməyə mən zəng edib xahiş etsəm də ki, mən digər belə deyim də 5 dəqiqə mən yubanacam prosesə. Məni gözləmədən məhkəmə, hətta mən 5 dəqiqə deyil, 2 dəqiqə zala gec daxil olmuşam. Çünki belə deyək, bir qədər məhkəmə başlayacaqdısa saat 11-də. Mən 11-ə qalmış məhkəmə binası qarşısında olsam da, mən bilirdim ki, mən yubanacam ora, daxil ola bilməyəcəm. Çünki qəbz ödəməli idim, çek ödəməli idim və növbə kifayət qədər idi. Və mən xahiş etsəm də ki, 5 dəqiqə mənə icazə verin, mən qalxıram. Mən artıq zala qalxanda gördüm ki, qərar elan olunubdur və qarşı tərəf yoxdur ümumiyyətlə. Və məndə belə bir şey yaranmışdı ki, çaşqınlıq, bu nə məhkəmə prosesidir? Bu nə məhkəmə prosesidir? Bu nə ədalət mühakiməsi deyirlər? Yəni söhbət o ilk işim mülki iş idi, çıxdığım iş. Ona görə uddum deməzdim. Amma olub kifayət qədər işlər də olub ki, təbii ki, bilirsiniz, vəkil, mən özüm deyim, şəxsimə deyim ki, uddum demirəm. Mən deyirəm ki, qanun qələbə çaldı. Bəs Kəzban xanım, vəkillərlə hakimlərin arasında olan münasibətdən istərdim danışım. Necədir? Yəni bir-birinizə bir qədər çəkinirsiniz, yoxsa? Mən səmimi deyim, məhkəmə işçisi kimi işlədiyimə görə praktik olaraq sözünüzü kəsim. Məsələn, mən özüm kinolarda baxanda görmüşəm ki, həmişə hakim və yaxud da ki, prokuror, vəkillər belə bir qədər bir-birlərinə nifrətlə yanaşırlar ki, sən mənim işimi pozdun, bu adam məsələn cəza almalıydı və s. Əgər cinayət işlərini soruşursunuzsa, konkret belə dediyiniz kimidir, nəyə görə? Bizdə dövlət ittihamı və məhkəmə orqanı deyək də, artıq orqan kimi adlandırıram onu. Çünki bizdə əslinə qalsa məhkəmə hakimiyyətin bir qoludur. Tam müstəqil bir təsisatdır. Amma dövlət ittihamı dövlət orqanıdır, prokurorluğun əməkdaşları gəlir. Və biz vəkil kimi müdafiə edən işi, onlar hətta vəkili cinayətkar kimi qiymətləndirirlər. Hətta deyirlər ki, siz yəni öz hüquqlarını müdafiə edən şəxsin əvəzindən bu cürə danışırsınız və sən o münasibəti görürsən onlardan. Yəni dediyiniz kimi, hakimlə dövlət ittihamı bizdə, sanki bizdə məhkəmə deyilən bir anlayış yoxdur. Yəni bəzi söhbət gedir, bəzi məhkəmə kollegiyalarından, tərkiblərindən. Dövlət adətən bizdə məhkəmə mühakiməsi nədən ibarətdir? Sən ədalət mühakiməsi kimi məhkəmə kollegiyası mərkəzdə dayanır. Hakim, sözün həqiqi mənasında hakim rolunu oynayır. Orada iki tərəf olur. Dövlət ittihamı, yəni ittihamı müdafiə edir və müdafiə tərəfi. Müdafiə tərəfi deyəndə sən və hüquqlarını təmsil elədiyin müvəkkilin, təqsirlənən şəxs olur. Amma dövlət ittihamında dövlət ittihamçısı, prokuror çıxış edir. Təbii ki, məhkəmə nə etməlidir? Hər iki tərəfə bərabər şərtlər tanımalıdır. Onların çəkişməsi üçün bərabər şərait təmin etməlidir. Amma bizdə əfsus ki, belə hal yoxdur. Hakim konkret olaraq qərarını dövlət ittihamçısının çıxışından sonra verir. Yəni qərar dedikdə sən bir xahiş edirsən məhkəmədən, hansısa sübutun əldə olunması üçün, hansı ekspertizanın təyin olunmasını xahiş edirsən və məhkəmənin nəzərinə çatdırırsan və yaxud da ki, ümumiyyətlə həbs qəti imkan tədbirinin ev dustağının əvəz olunmasını istəyirsən və istəyirsən ki, məhkəmə prosesi davam edənə qədər sənin müvəkkilin evdə öz ev dustağını çəkə-çəkə sərbəst formada gəlsin, getsin, yəni təcrid olmadan cəmiyyətdən məhkəmədə iştirak etsin. Məhkəmə sənin xahişini nəzərə alır, dinləyir və sözü verir dövlət ittihamçısına.
Prokuror əgər o işdə razılıq versə, məhkəmə təbii ki, razılığın yekdiliyi ilə deyəcək ki, bəli, biz razıyıq, təmin edirik. Amma prokuror bir cümlə desə ki, xeyr, mən razı deyiləm, istəmirəm. O qədər önəm verən yəni, bəli, yox, kifayət qədər məhkəmə belə deyim, artıq hakimləri biz subyektiv olaraq qiymətləndiririk. Mən vəkil kimi mənim işim hansısa hakimin icraatına düşürsə, mən artıq o işin nəticəsini az da olsan qabaqcadan bilirəm. Bəli, bilirəm ki, bu ədalətli hakimdir və bunun mövqeyi subyektivdir. Mütləq araşdıracaq, mütləq baxacaq, mütləq mənim çıxışımı diqqətlə dinləyəcək və qərarını verəcək. Amma bəzi hakim var ki, deyirsən ki, ümumiyyətlə dinləməyəcək, sən boş-boşuna danışacaqsan, boş-boşuna əziyyət çəkəcəksən, o sən dinləmədən deyəcək ki, məhkəmə təcrübəsini mən çəkinirəm bu işi eləməyə, təcrübədə belə bir şey yoxdur və subyektiv yanaşmayacaq ora. Yəni dinləməmək nədən irəli gəlir sizcə? Əslində qalsa dinləsə axı başqa bir əməl etməlidir. Yəni dinlədiyin şeyə sən necə adekvat tənbəllikdir bu, sadəcə yoxsa tənbəllik deyil. Bilirsiniz, mübariz insanın mübariz belə yanı olmalıdır da. Bilirsiniz necə? Bizim misal üçün gənc hakimlərimiz var. Hətta adlarını da çəkəcəm. Ramin Qurbanovdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında hal-hazırda fəaliyyətini davam etdirir. Rəşad Abdulovdur. Çox gözəl gənc hakimlərimizdir. Elmar müəllimdir. Çox gözəl hakimlərdir. Bu şəxslərin içində həqiqətən hakimliyi həyata keçirmək sevgisi, istəyi və ədalətli qərar qəbul etməlidir. Mən inanırım ki, mən Ramin müəllimin öz tərəfi olmadığım bir işdə adi açıq məhkəmə iclasında iştirakçı olmuşam. O insan o qədər ədalətli qərar qəbul edir ki, o qəbul olunan qərardan prokuror da protest vermir və tərəf də razı qalır. Baxmayaraq ki, cəza təyin edibdir. Yəni o insan həm cəza hissəsində ədalətli, bəli, bilirsiniz, cəza hissəsində də ədalətlilik göstərir. Yəni cəza təyin edəndə də bizim təqsirlənən şəxs nə istəyir məhkəmədən? Ya istəyir ki, mənə bəraət ver, mənim təqsirim yoxdur, ya da istəyir ki, mənə təyin olunan cəza ağırdır, xahiş edirəm onu yüngülləşdir. Və belə hakimlərimiz araşdırırlar, konkret araşdırırlar. Sənin dediyin sözü dinləyirlər. Yəni dinləmə qabiliyyətləri var. Amma bir qədər yaşlı inciməsin bizim hakimlərimiz, onlar özlərinə onu necə deyim, vəzifə kimi görmürlər, perspektiv kimi görmürlər. Deyəndə də deyirlər ki, adətən olur bir səmimi söhbət edir, deyir ki, gənc hakim onu eləyər. O həvəslidir, bəli. Mən artıq kifayət qədər işləmişəm, mən zamanında işləmişəm. Mənə zaman lazım deyil ki. Və mənə zaman lazım deyil. Sadəcə vaxt keçir. Bəli, belə deyək də. Yəni kim öz vəzifəsindən imtina eləyər ki? İmtina eləməz təbii ki, kim imtina elə gedib evdə təqaüdə çıxıb oturacaq. Çıxmaz, amma o həvəs də yoxdur yəni. Gəzmə xanım, yaddaşınıza ən çox möhürlənən proses? Cinayət işlərindədir. Hamısı bərabərdir. Konkret deməyim, bəli. Hamısı bərabərdir və ona belə deyim. Onları doğrudan da mən həmin işlərimi ailə üzvlərimin işləri kimi görürəm. Demirəm ki, kənarı bir şəxsdir, kənarı bir adamdır. Artıq mən özünküləşdirirəm o şəxslərin. Atanın da niyyətini artıq görürəm, istəyini bilirəm, ananın da bilirəm münasibətini. Yəni, belə deyim, onların göz yaşı, mən həmişə deyirəm ki, mənə heç nə lazım deyil, mənə dua lazımdır. Deyirlər ki, duaya inanırsınız, deyirəm ki, bəli. Sizin duanın sayəsində bugün mənə Allah yaxşı bir nitq verə bilər. Mən zamanında məhkəmə zalına daxil ola bilərəm, yaxşı özümü təqdim edə bilərəm. Amma dua olmasa, misal üçün, mən hesab edirəm ki, və yaxud ki, bəddua olsa, təbii ki, orada nə olur? Özünü də itirə bilərsən, dilin də dolaşa bilər, qarşı tərəf ümumiyyətlə səni dinləməkdən vaz keçə bilər, o şəraiti səni yaratmaya bilər. Bu kimi şeylər var yəni. Mən inanıram ki, doğrudan da nəinki təcrübə olaraq savad azdır, yəni kifayət deyil. İnsan kimi gərək həqiqətən də biraz mənəvi də əziyyət çəkəsən. Gəzmə xanım, belə bir fikir var ki, mən tez-tez eşitmişəm ki, vəkillərlə iş birliyi deyək elədikdə biraz ehtiyatlı olmaq lazımdır. Bəzi vəkillər var ki, iki tərəfli işləyir. Nə qədər doğrudur? O doğrudur deyim sizə, amma mən də iki tərəfli deyəcəm sizə. Necə doğrudur deyəcəm sizə. Mən şəxsi təcrübəmdən deyim ki, mən ümumiyyətlə hər işdə, mülki işdə deyək, bizdə ümumiyyətlə məhkəmələrin belə bir vəzifələri var. Hakimə belə bir qanunverici vəzifə verir ki, tərəfləri barışdırmaq kimi vəzifəsi var. Yəni iddia tələbi ilə iddiaçı məhkəmədə çıxış edəndə ilk gündən hakim hər iki tərəfi barışıq təklif etməlidir. Ki bu mülki prosesdir. Siz barışıq, söhbət mülkdən də getmir. Elə cinayət işlərinin bəziləri var ki, orada da zərər çəkən şəxsən barışığı
Hakim təklif edir. Mən vəkil olaraq baxmayaraq ki, iddia yazmışam, iddiaçı tərəfəm, qarşı tərəfə də belə deyəndə, bəli, sülh yolunu istəyirəm, arzuluyuram. Sadəcə bu təklif ki var, hansı ki, və yaxud da ki, ola bilər ki, mənim kolleqam qarşı tərəfdədir, cavabdehin vəkili var, kolleqamdır. Mən onunla həm hüquqi mübarizəmizi aparırıq, həm də biz tərəflərimizi ortaq mərhəcə gətirmək istəyirik. Bu kənardan fərqli görsənə bilər. Kimisi buna deyə bilər ki, iki vəkil birləşib nə isə elədilər. Yəni sən digər qarşı tərəfin vəkilinə yenik düşdün, onun istədiyi kimi işlər getdi, belə deyək də, narazılıq buradan yaranır. Və yaxud da ki, onun da vəkili, o biri tərəfində vəkili mənlə ümumi, belə deyək, danışığa gəldiyinə görə onun tərəfi narazı qala bilər ki, sən qarşı tərəfin vəkili ilə artıq sövdələşdin, razılığa gəldin və belə deyək də, mən qismən az payla çəkildim bu işdən, belə deyək. Ona görə yəni o subyektivdir, amma olur bəzi hallar olur ki, vəkil ora ürəyinə yanaşmır, vəkil həmin işə adi baxır, düşünür ki, adi bir prosesin nəticəsi mənə maraqlı deyil, istəyir iddia təmin olunsun, istəyir qismən təmin olunsun, istəyir təmin edilməsin, o mənə maraqlı deyil. Amma mən dediyim kimi, işi başlayanda həmişə nəticəsində maraqlı olurum və nəticəsini mən vəd verirəm. Axı, mən tərəfə vəd vermişəm. Demişəm ki, qanunla bizim tələbimiz bu həddə kimi gedəcək və biz haqqı olaraq bunu əldə eləməliyik. Və mən qismən təmin olmuş olsa belə yenə mən təkidlə deyirəm ki, biz yuxarı instansiyaya getməliyik, öz fikirlərimizi çatdırmalıyıq. Hətta deyim, elə işlərim olur ki, mən icra mərhələsinə qədər onu müşahidə edirəm həmin işləri. Gənc nəsil vəkil olmaq istəyirsə, təkcə təhsil kifayət edirmi bunun üçün? Xeyr, kifayət eləmir. Mən belə başa düşürəm ki, insanın daxilində hər hansısa bir xarakter olmalıdır. Hansı xüsusiyyətlər olmalıdır? Baxın, ümumiyyətlə, biz hüquqşünas olaraq istəyir hakim, istəyir dövlət ittihamçısı, istəyir vəkil, eyni kitabları oxuyuruq. Eyni qanunlardan danışıq, eyni qanunu bilirik. Sadəcə olaraq vəkildə belə bir üstünlük olmalıdır ki, psixoloji təsir edə bilsin. Həmin anda sən psixoloji cəhətdən qarşı tərəfə təsir edə bildinsə, söhbət təsiri nə ilə gedir? Yəni zorakılıqdan deyil. Sən onu inandırmaq qabiliyyətinə malik olmalısın, inandırmalısın. Bu artıq kitablarda yazılmır. Bu keyfiyyətləri kitablarda oxumaqla əldə etmək olmaz. Təbiətdən insana verilən bir şeydir, yoxsa təcrübə keçdikcə nail olursun? Yox, belə bir söz var. Qaba su tökməklə, quyuya su tökməklə olmur. O vəkilliyə gəlmək istəyən ümumiyyətlə bizim gənc onların istəyi olmalıdır. Mən günü bu gün mənə deyirlər ki, hakimliyi imtahan var. Sən sənədləri niyə vermirsən? Mən deyirəm ki, mən bir dəfə vermişəm və kəsilmişəm. 3-cü mərhələdən kəsilmişəm, müsahibə mərhələsindən. Məni bəyənməyiblər, mənim müsahibədə yetəri qədər... Hakim olmaq istəyirsiniz ümumiyyətlə gələcəkdə? Hal-hazırda xeyr, ümumiyyətlə istəmirəm hakim olmaq. Perspektivdə var, yoxsa elə vəkil olaraq? Yox, xeyr. Yəni ki, mən belə deyim də, hakim olmaq üçün sənədlərimi 2015-ci ildə məhkəmə hüquq şurasına təqdim etmişdim. Test mərhələsini uğurla başa vurmuşdum. Yaxşı nəticəm vardı. 2-ci mərhələdən uğurla keçmişdim. 3-cü mərhələ söhbət mərhələsindən belə dedi. Orada da artıq psixoloji faktor var. Mən oradan keçməmişdim. Bəli. Siz hal-hazırda vəkil kimi fəaliyyət göstərirsiniz. Düzdürmü? İşiniz insanların hüququnu müdafiə etmək. Bəli. Düzdür? Bəli. Hakim olduqdan sonra axı yenidən siz cəbhənin o biri tərəfinə keçirsiniz. Bəli. Çətinlik yaranmaz işdə. Mən ümumiyyətlə deyimsə ki, bundan sonraki həyatımda hakim olmaq istəmirəm. Niyə? Nəyə görə? Çünki mən o dediyiniz hal var, hakim olsam, artıq gərək mən həm müdafiəçi olum, həm dövlət ittihamçısı olum. Eyni qaydada. O da bizim, yəni cəmiyyətdə hal-hazırda o qəbul olunmur. Həmin o sərbəstliyi verməyiblər. Nə qədər biz desək ki, məhkəmədə hakimlər müstəqildir, müstəqil qərar qəbul edirlər, o yalanlar desək, yəni adi bir işdə görsən yenə, çünki kollegial müzakirə gedir, müşavirə gedir. Orada da dediyim kimi insanlar o faktor olaraq onlar nəinki hüquq mücadiləsi edir. Misal üçün elə bir şeyə baxır ki, qanun buna əslində yol vermir. Amma deyir ki, yazıqdır digər tərəf. Ay yazıq! Yəni belə bir mövqedən çıxış edir. Sən orada hüquqları bitirirsən, kiminsə göz yaşlarına görə, süni, saxta göz yaşına görə. Olur ki, yazalda tərəf gəlir, ağlayır yalandan,
gözünün yaşını tökür və məhkəmə tərkibində elə bir qətiyyət yaradır ki, mənə kömək eləyin, mənə öldürürlər, mənə ziyan vururlar, mən itirən tərəfəm, mən həqiqətən də. Amma əslində elə deyil. Amma hakimlər onun xeyrinə qərar qəbul edir. Sən yəni qalırsan belə deyim də bu vəziyyətdə. Belə bir fikir var ki, Azərbaycanda ümumiyyətlə vəkillik peşəsinə addım atdıqda gərək yaxşı tanışların ola ki, işin rahat keçsin. Nə qədər doğrudur? Doğrudur, düzdür. Yəni mən bu gün belə deyək, təhsil almışam, universitetdən artıq məzun olmuşam və vəkil olmaq istəyirəm. Bəli. Mənim artıq ətrafımda elə bir tanışlar olmalıdır ki, mənim işim aparsın, yoxsa? Mən sizə deyim, mən 3 ilə yaxında, 2 il tamamdır, 3 ilə keçirik. O ümumi götürsək 20 ilə yaxın hüquqşünas kimi təcrübəm var. Yenə də mənim üçün çətin olubdu bu 2 il. Nəyə görə? Çünki mən ümumiyyətlə o faktorlara fikir verən insan deyiləm. Mütləq gedəndə kimsə tanıdığım insana zəng etməliyəm, mənim işim səndədir deməliyəm, bu iş nə yerdədir deməliyəm. Belə bir hal olmayıbdı. Amma mən 2 ildən sonra indi bu düşüncədəyəm ki, mən əgərlərim o belə deyim də prinsiplərdən istifadə eləsəydim ki, doğrudan da kiməsə qeyri-prosesual olaraq deməlisən ki, bu iş sizdədir, bu nə yerdədir, fikriniz nədir, niyyətiniz nədir, nə etmək istəyirsiniz, bu şəkildə davransaydım, bəlkə də tam fərqli olardı. İşin gedişatı baxımından fərqli olardı. Amma mən onu başqa cür nail oluram da. Amma bəli, bizim cəmiyyətdə o hal var. Yəni nəyə görə? Çünki biz hüquqşünaslıq ümumi deyim sizə, əslində qalsa biz hüquqşünaslıq ümumi olaraq götürsək polis orqanını, hüquq mühafizə orqanını, vəkilləri, hakimlər eyni zamanda hüquqşünas olduğumuza görə istər-istəməz bizdə ümumi tanışlar var, ümumi dostlar var. Yəni söhbət əmidən, dayıdan, arxadan, qohum qardaşdan getmir. Söhbət məhz kollega olaraq biz bir-birimizə yaxınıq. Təbii ki, mən bugün bu prokurorla işdə çıxıramsa, növbəti işdə o mənim dediyim siz nədir əslində? Mən deyirəm ki, mən özümü təqdim etmişəm. Mən o hallardan istifadə eləməmişəm ki, mən filankəsinin qrup yoldaşıyam, mən filankəslə bir yerdə oxumuşam. Yəni, bəli, biz sizinlə ümumi tanışlıq verməmişim. Çünki o tanışlığı verəndə əslində məqsəd nə olur? Deyirlər ki, vəkil pis vəkil deyil. Sən gör onun nə müşkül məsələsi var. Gör nə problemi var. Söhbət təbii ki, qeyri-prosesual olsa da orada yəni korrupsiya faktlarına söhbət getmir. Ümumiyyətlə düşünürsən ki, bir yerə qonaq gedəndə biz əvvəldən zəng vururuq ki, evdəsiniz, biz gəlmək istəyirik sizə. Elə deyil. O da eyni bir şeydir ki, müstəntiqi yanına gedəndə sən biri var ki, mən əvvəl gedirdim, qapıda saatlardan yatırdım, müstəntiq yerində yoxdur. Amma artıq təcrübə mənə göstərir ki, mən artıq həmin müstəntiqin telefon nömrəsini əldə etməliyəm, zəng etməliyəm, bəli, qabaqcadan danışmalıyam, özümü telefonda təqdim etməliyəm və o şəxsdə formalaşmalıdır ki, mənim danışdığım səs, mənə zəng vuran xanım pozitiv insandır. Və ondan mənə heç bir zərər gəlməz. Və mənə deyəcək ki, bəli, buyurun, mən işləyəm, gözləyirəm sizi. Amma əvvəl mən nə edirdim? Saatlarla gedirdim, qalırdım qapıda. Ona görə biz bu şeylərdən təbii ki, istifadə edirik. Onu da təcrübə yəni göstərir. Vəkil olmaq sizin üçün nədir? Hal-hazırda mən deyim sizə ki, mənim missiyam hələ tamamlanmayıbdır. Adi bir iş kimi götürək, mərhələlərə bölürük də, hansı yerdəyəm, hansı vəziyyətdəyəm. Hesab edirəm ki, mən cinayət işləri var ki, bəraət aldığım cinayət işləri var. Məhkəmədən, zaldan azad olunan məhkumə görmüşəm. 3 il cinayət məsuliyyətinə cəlb olunubdur. 3 il ağır rejimli cəzaçəkmə müəssisəsində islah olunubdur. O şəxs günahsız yerə, təqsirsiz yerə, bəli. Və məhkəmənin qərarı ilə bəraət verilib ona və çıxıb da azad olunubdur. O şəxsin belə deyim, sevincini görəndə sevinirik. Amma digər bir şəxsin, həqiqətən təqsirsiz olan şəxsin ədalətini görməyəndə biz məyus oluruq, belə deyək. Ona görə mən hələ də özümə o mərhələ olaraq hələ özümə o haqqı vermirəm ki, mən tam istədiyim yerdəyəm, istədiyim mərhələdəyəm. Bir qədər yəni deyirəm ki, mən düzgün başa düşürəm, təqsirsiz yerə cəza çəkmiş insanı siz müdafiə etmək istəyirsiniz ki, niyə bu təqsirsiz? Təbii ki, yəni hal-hazırda da məndə o qədər iş var ki, deyim sizə ki, hətta ali məhkəmədə belə biz nail olmamışıq ədalətə. Təşəkkür edirəm Fikir Azman. Buyurun, xoşdur mənə. Minnətdaram sizə. Sağ olun.